Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in emmâ ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Hər birinizi Allahın salamı ilə salamlayıram. Və Allaha həmd olsun ki, Allah yenə də bizi müvəffəq eləyib, onun dinini zikr eləyirik. Və bu böyük neymətdir Allahdan. Buna görə çoxlu şükür edin. Allaha yalvarın, Allahdan əmin-amanlıq istəyin, Allahdan onun dinini öyrənməyi, düzgün şəkildə öyrənməyi istəyin. Yəni, vallahi, özünüz görürsünüz ki, necə fitnəli bir dövrdə yaşayırıq. Yəni ki, insanın azması çox asan dindir. Allah lütf eləməsə sabit qala bilmədir. Və mövzumuz da Allahın ad və sifətləridir və bu da deməli, bu barədə 20-ci artıq dərsimizdir və Allahın ad və sifətləri ən şərəfli elmdir dində, ən şərəfli elm. Allahı tanımaq dində ən şərəfli elmdir. Və insan gərək Allahın Rəbbini tanısın. Allahı tanımayan insan Allahdan qorxa bilməz layiqincə, onu sevə bilməz layiqincə və ona layiqincə dua edə bilməz, Allahın adlarını çağıraraq ona dua edə bilməz. Yəni, insanın dualarının ən gözəl dualarından biri nədir? Allahın adları ilə Allahı çağırmaq. Çünki Allahın hər bir adı onun vəsfinə dəlalət eləyir. Məsələn, biz keçmişik, Allahdan ruzu istəyirsən, deyirsən ki, ya Razzaq, ruzu ver, ruzu səndəndir. Allahdan şəfa istəyirsən, ya Şəfi, şəfa səndəndir. Allahdan bağışlanma istəyirsən, ya Qafur, ya Qaffar, ya Afuvun. Allahdan tövbələri qəbul edilməsini istəyirsən, ya Təvvab. Allahdan izzət istəyirsən, ya Əziz. Allaha çağırırsan. Allahdan düşmənlərin məğlub olması istəyirsən, ya Qahhar. Yalvarırsan Allaha. Belə dua eləmək lazımdır Allaha. Ağlayaraq, yalvararaq. Vallahi, billahi, tallahi görəcəksiniz duamızın necə qəbul olunmasını. Allah Subhanahu deyir ki, ən gözəl adlar Allaha məxsusdur və onlarla Allaha çağırın. Çağırmaqla Allahı o cürə tanımaq lazım. Onda insan imanı da artır. İnsanın imanı artır və insan cənnətə düşür onu ilə. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allahın 99 adı var ki, kim onları sayarsa cənnətə girər. Yəni, orada təkcə mücərrəd saymaqdan getmir söhbət. Orada o adları əzbərləmək, onların mənalarını bilmək və o mənalarla yaşamaq. Yəni, sən o mənalarla yaşamasan, sən cənnətə girə bilmərsən. Məsələn, sən bilirsən ki, Allah səmi'dir, hər şey eşidir. Bilirsən Allah, tanıyırsan ki, səndən ucada səmi' var, hər şey eşidir, onu dil və diyə durursan. Və sən bilirsən ki, belə deyək də, Allah bəsirdir, hər şey görür. Heç bir şey onun görməsindən xali deyil, uzaq deyil. Ona görə də özü düz aparırsan. Aşkarda Allahın qulu, gizlində şeytanın dostu olmursan. Əksinə, gizlində də Allahın dostu olursan. Bilirsən ki, o səni gizlində də görür. Ona görə belə, yəni insan Allahın adlarını öyrənməlidir. Əlhəmdülillah, biz gəlib çatmışıq artıq. Allahın bu iki adını götürəcəyik. Əl-qaviyyu, əl-mətin. Əl-qaviyyu nədir? Yəni, qüdrətli, əl-mətin də qüvvətli. Yəni, bunlar adlar bir-birinə yaxın mənalı adlardır və bu da Allahın hər şeyə qadir olduğunu, hər şeyə gücü çatdığını bildirən adlardandır. Və biz bilirik ki, Allahın adları necə götürülür? Təvqifidir. Yəni, Quran və sünnə necə deyibsə, Allah adlandırıbsa, yəni Allah Subhanahu özünü öz kitabında, onun Peyğəmbəri sallallahu aleyhi və səlləm onu öz sünnəsində necə adlandırıbsa, biz də Allah ilə adlandırmalıyıq. Özümüzdən Allaha ad qoya bilmərik. Aydındır. Və Allahın Quran-ı Kərimdə Əl-Qaviyyu adı bir neçə yerdə gəlir. Məsələn, Allah Subhanahu Şura surəsinin 19-cu ayəsində buyurur ki, Allahu latifun bi'ibadihi yarzuqu men yasha və huvel qaviyyul aziz. Və fikirdə burada qaviyyun sözü gəldi. Yəni Allah qullarına qarşı lütfükardır. O istədiyini ruzlandırır. O qüvvətlidir, qüdrətlidir. Yəni qüvvətli adı bu yerdə gəldi. Və həmçinin Allah Subhanahu taalanın Mücadilə surəsinin 21-ci ayəsində gəlir ki, Kətəbəllahu ləəğləbənnə ənə və rusuli innallaha qaviyyun aziz. Allah Subhanahu taala lövh-i məhfuzda yazıb ki, mən və rəsullarım mütləq qalib gələcək. Həqiqətən Allah qüdrətlidir və qüvvətlidir. Yəni, bu nəyə göstərir? Yəni, Allah Subhanahu taala söz verib ki, bu dinlərin yayacaq, rəsulların gətirdiyi dini yayacaq və o dində olanlar mütləq qalib gələcəklər. Lakin Allahın
Və həmçində Hud surəsinin 66-cı ayəsində Allah Subhanahu buyurur ki: "İnne rabbeke huvel qaviyyul aziz." Həqiqətən sənin Rəbbim, yəni qüvvətlidir, qüdrətlidir. Amma mətin adı isə yalnız bir yerdə gəlib Allahın, o da Zariyyət surəsinin 58-ci ayəsində gəlir ki: "İnnallahu huver-razzaqu zul quvvetil mətin." Həqiqətən Allah ruzu verəndir, qüvvət sahibidir, mətindir. Deməli, mətin adının mənası nədir, qardaşlar? Şiddətli şəkildə gücü çox olan. Gücü çox olan, yəni ondan güclü heç kəs yoxdur. Mətin sözün mənası budur. Lakin qaviyyun nədir? Əl-qaviyyu adı hansı ki deyir, o kəsdir ki, yəni qaviyyu yalnız Allahdır da, yəni odur ki, yəni onu heç kəs aciz edə bilməz. Heç bir şey ona aciz edə bilməz. Yəni Allahı kainatda aciz edən bir şey yoxdur. Yəni Allah ona acizdir. Və onu heç bir qalib gələ bilməz. Və onun əmrini, hökmünü heç kəs rədd edə bilməz. Yəni onun hökmü gəldisə, kimsə onun hökmünü rədd etsin. Onun hökmü gəlsə, o baş verəcək. Heç kəs onu çevirə bilməz. Aydındır. Və həmçinin də onun əmri bütün məxluqatında keçərlidir. Nəyə hökm versə o keçəcək. Baxmır o kimdir, nə boydadır, necədir, nəyə hökm versə o keçir. Və istədiyini izzətləndirən, istədiyini zəll eləyən, istədiyini yardım eləyən, istədiyini də köməksiz qoyan Allah Subhanahu taaladır. Və bütün qüvvət, güc Allaha məxsusdur. Və kömək olunan yalnız onun kömək etdiyidir və izzət tapan yalnız onu izzətləndirdiyidir və köməksiz qalan da yalnız onun köməksiz buraxdığıdır. Və zəlil olan da yalnız onu zəll etdiyidir. Allah Subhanahu buyurur ki: "İn yansurukumullahu fələ qalibə ləkum." Əgər Allah sizə yardım etsə, sizə heç kəs qalib gələ bilməz. "Və in yaxzulkum fəmən zəlləzi yansurukum min ba'di." Əgər sizi köməksiz buraxarsa, ondan sonra sizə kim kömək edə bilər? "Və alallahi fəlyətəvəkkəlil mu'minun." Və möminlər deyir, qoy Allaha, yalnız Allaha təvəkkül etsinlər. Yalnız Allaha. Yəni burada alallahi sözü əslində cümlənin axırında gəlməli idi. Allah onu qabağa salıb ki, neysə bu da yəni Quranın bəlağətindəndir ki, Allah deyir, qoy yalnız ona təvəkkül etsinlər. Yalnız ondan yardım istəsinlər. Və həmçinin Allah Subhanahu buyurur ki: "Vələv yarallazina zalamu iz yarawna al-azaba annal quvvete lillahi cemi'a və annallaha şədidul azab." Kaş ki zülm edənlər, bax fikir verin, subhanallah. Bu dəhşətli bir ayədir. Kaş ki deyir, zülm edənlər əzabı görəcəkləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verə biləcəyini kaş ki bilərdilər. Kaş ki onlar görərdi o əzab, o necə dəhşətli bir əzab olacaq. Necə dəhşətli bir şeydir. Ona İmam Səd Rəhmanullah, Şeyx Səd Rəhmanullah bu ayənin təfsirində buyurur ki, yəni deyir, qiyamət günü deyir, əzabı, yəni o kafirlər, o Allaha şərik qoşanlar, o zülm eləyənlər, onlar deyir, açıq-aşkar, o əzabı açıq-aşkar gördükləri vaxt qəti olaraq anlayacaqlar ki, bütün qüvvət və güc Allaha məxsusdur və Allahın əzabı şiddətlidir. Onların dünyada o Allaha şərik qoşduqları bütlər, o tay tutduqları o ilahlar, varlıqlar heç bir gücü yoxdur. Heç bir gücü, yəni o əzab, o dəhşətli əzabı gördükləri zaman insanlar onda anlayacaqlar ki, subhanallah, niyə ki güvənirdilər, onların heç birinin yardımı yoxdur bugün. Kimi pula güvənirdi, pulu ilə fəxr edirdi, kimi yəni öz mülkü ilə, kimi o bütü ilə ki, o büt məni qurtaracaq, bu dünyada ondan şəfaət istəyir. Onun hamısı görəcək ki, əksinə onlar ən acizdirlər. Halbuki onlar dünyada elə zənn edirdilər ki, bu bütlər Allah yanında onların işinə yarayacaq və onlara Allaha yaxınlaşdıracaq. Əksini isə, yəni o fayda umduqları o yerlər var ya, hansı ki, onlar onlardan zərər görəcəklər o gün. Yəni ki, Allah Subhanahu taala özü Quran-Kərimdə neçə yerdə deyir ki, yəni ey iman gətirənlər, heç bir dostluğun, heç bir var-dövlətin, heç bir şəfaətçinin fayda verməyəcəyi gün gəlməmişdən qabaq Allah yolunda mallarınızdan xərcləyin. Bir çox yerlərdə başqa şeylər deyir. Yəni o gün bütün əlaqələr kəsiləcək. Heç kəsə yardım eləməyəcək. Heç kəsə peyğəmbərlər belə öz yaxınlarına, öz ailələrinə yardım eləyə bilməyəcəklər. Allahın əzabı gəldiyi zaman, hətta dünyada belə, görsən, Nuh əleyhissalam övladın gəmiyə mindirmək istədi. Allah Subhanahu taala qoymadı onu. Deyir ki, o sənin əhlindən deyil artıq. Aydındır. Ona görə yəni Allahın əzabı gəldiyi zaman, yəni ki, Allah Subhanahu bir şeyə hökm verdiyi zaman artıq onu heç kəs çevirə bilməz.
Ona görə də bəzən insanları nə alladır? Bəzən insanları alladır ki, bu dünyada yəni Allaha zülm eləyənlər, Allaha qarşı hədd aşanlar necə rahat yaşayırlar, necə belə deyək də onlara Allah tərəfindən bir bəla gəlmir, bir əzab gəlmir, qabaqlarını almır Allah Subhanahu taala. Elə deyil, vallahi elə deyil. Siz elə bilməyin ki, Allah onlara bəla vermir. Allahın birincisi ən böyük bəlası o insanadır ki, o insanı Allah Subhanahu taala nə edir? O dəhşətli günə saxlayır əzabını. O dəhşətli günə. Yəni o günə saxlayır onun əzabını ki, o gün yəni daha da onu yatsıdırır o zülmlərini artırması ilə. O gün o yalvarıb heç kəsə yəni bel bağlaya bilməyəcək. Ona görə də görürsən ki, həmişə peyğəmbərlər gəldiyi zaman birinci onların işi çətin olur. Çox vaxt çətin olur. Və sonra Allah Subhanahu əzabı gəlir, bəzən bu dünyada, bəzən isə axirətdə. Ona görə də insan gərək belə şeylərə aldanmasın. Allah hər şeyi görür, hər şeyi hesaba alır, heç nə unudulmur. Heç nə unudulmur. Kim zərrə qədər xeyir eləyəcəksə onu görəcək, kim zərrə qədər şər eləyəcəksə onu görəcək. İndi gör bu dağlar boyda şər eləyənlərin şərləri necədir. O narahat olmasın. İnsanlar, müsəlman narahat olmasın. Müsəlman əksinə Allaha dua eləsin. Yəni ki, tarix boyu heç bir zalım nicat tapmayıb. Yəni Allah Subhanahu taala yardımı gələcək. Mütləq gələcək. Sadəcə ola bilər hikmətlər var. Ola bilər bizim günahlarımızın çoxluğundandır, biz zəifik və yaxud da ki Allah Subhanahu taala saxlayır əzabı ki, münafiqlər üzə çıxsın. Müsəlmanlar zəifləyəndə münafiqlər üzə çıxır axı. Münafiqlər üzə çıxır ki, onlar artıq İslamdan üz döndərlər, başlayır İslam dağıcı danışmağa, İslam əleyhinə. Yəni çox hikmətlər var, biz bilmirik. Lakin Allahın əzabı şiddətlidir. Allah Subhanahu taala elə yerdə yaxalayır ki, insanların gözləri bələli qalır. Və həmçinin bu adın deməli şahid belə deyək, dəlillərindəndir ki, o peyğəmbərlərinə tarix boyu yardım eləyib və həmçində peyğəmbərlərinin dalıca gedən övliyalarına yardım eləyib. Yəni şərt qoyur Allah Subhanahu taala. O şərtləri insan gerçəkdən yerinə yetirərsə, Allahın yardımı gələcək. Yox, eləməyəcəksə, Allahın yardımını istəməyə onun haqqı yoxdur. Aydındır. İnsana Allah sən yardım edir. Allah demir ki, sənin sayın çox olsa, mən sənə yardım eləyəcəm, sənin qüvvətin çox olsa. Xeyr, Allah Subhanahu deyir ki, mənim dinimi yaşa, mənim dinimdə düzgün ol, mənim istədiyim kimi yaşa, mütləq mən sənə yardım eləyəcəm. Sayın az olsa da. Yəni, hansı peyğəmbərlərin, davamçılarının sayı çox olub ki, həmişə Allah Subhanahu yardımı gəlib onlara və qövmlərini məhv edib Allah Subhanahu. Məsələn, Allah Subhanahu Salih əleyhissalam haqqında buyurur ki, فَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا صَالِحًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَمِنْ خِزْيِ يَوْمَئِذٍ إِنَّ رَبَّكَ هُوَ الْقَوِيُّ الْعَزِيزُ. Allah Subhanahu deyir ki, əmrimiz gəldikdə Salihi və onunla birlikdə iman gətirənləri öz mərhəmətimizlə əzabdan və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən Rəbbin qüvvətlidir, qüdrətlidir. Yəni Salih əleyhissalam bilirsiniz də, Allah ona nə möcüzə vermişdi? Dəvə vermişdi ona, dişi bir dəvə və Allah Subhanahu taala o dəvəni, yəni ki, bir möcüzə kimi Salih əleyhissalam vermişdi və qövmü o dəvəni götürüb kəsdilər. Yəni ki, Salih əleyhissalam inanmadılar və Salih əleyhissalam da onlara 3 gün vaxt verdi. Dedi ki, yəni 3 gün gözləyin, yəni 3 gündən sonra Allahın əzabı mütləq gələcək sizə. Və onlar da istehza edirlər onu və deməli, Salih əleyhissalam ağlayır o dəvəni kəsəndə və bilir ki, Allahın artıq əzabı gələcək onlara. Dəhşətli şəkildə əzab gələcək. Və hətta yəni onlardan qabaq 9 nəfər insan olur ki, onlar deyirlər ki, İbn Kəsir öz təfsirində zikr edir bunu ki, 9 nəfər deyirlər ki, yəni gedək Salih əleyhissalamı öldürək. Gecə ilə toplaşırlar onlar, qövmün ən zalimları və Allah Subhanahu onlar barədə buyurur ki, onlar dedilər, öz aranızda Allaha and için ki, gecə ona və onun ailəsinə basqın edib onları öldürəcək. Sonra da onun yaxın qohumlarına deyəcək ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik. Və biz həqiqətən düzgün deyirik. Onlar hilə qurdular, biz də hilə qurduq. Lakin onlar bunu hiss etmədilər. Bax gör onların hilələrinin aqibəti necə olur. Biz onları bütün qövmü ilə birlikdə yerlə yeksan etdik. Zülmləri üzündən viran qalmış evlərində, yəni onlar, yəni evləri də budur. Allah sonra evlərini göstərir və həqiqətən də burada bilən bir qövm üçün ibrətlər vardır. Yəni çərşənbə günü onlar çərşənbə axşamı, çərşənbə günü vəd verirlər ki, gedək onu öldürək və onlar gecə gedəndə başlarına daş yağır onların. O 9 nəfərin hamısı daşla olsa məhv edir onları. Və sonra Salih əleyhissalam onlara
deməli, vəd vermişdi. Vəd vermişdi ki, yəni ki, 3 gündən sonra onların əzabı gələcək. Yəni, cümə axşamı 3 günlük möhlətin birinci günü gəldiyi zaman onların üzləri saralır. Yəni, durub görürlər ki, üzləri sapsarıdır. Artıq bilirlər ki, nəsə gəlib bunlara. Və sonra 5-ci gün, yəni cümə günü, cümə axşamı, yəni ki, saralır üzləri və cümə günü artıq onların üzləri nə olur? Qızarır. Və 3-cü gün isə onların üzləri qapqara olur. Və bazar günü çatanda onlar deyirlər ki, artıq əzabımız gələcək, amma bilmirlər ki, əzab necə gələcək. Günəş çıxan kimi dəhşətli qışqırıq gəlir və yerdə dəhşətli zəlzələ gəlir. Hamısı məhv olur onların. Allah s.ə. Salih əsəm çıxardır oradan və dəhşətli səslə onların, yəni ki, qaçacaqları yer olmur. Heç kim qaça bilmir. Və bir də ki, zəlzəli ilə Allah s.ə. onları məhv edir. Yəni, bu bir qıssə idi. Yəni, bundan başqa da, məsələn, İbrahim əleyhissalam və həmçinin Nuh əleyhissalam və Musa əleyhissalam, yəni onlara Allah s.ə. necə yardım edib? Yəni ki, Allah s.ə. fərqi yoxdur ki, Peyğəmbərinə qarşı çıxan, yəni kəslərin ordusu var, kimdir, fərqi yoxdur olsun. Allah s.ə. tək ki, sən onun dinini yaşa, onun dinində möhkəm ol, mütləq yardım gələcək. İnsan gərək ümidsiz olmasın. Sadəcə bu günləri və yaxud da başqa bir vaxtda bizə yardım gəlmirsə, bizə zəifçilik olursa, ya günahlarımızdandır, ya dini düzgün şəkildə yaşamırıq, bir-birimizi sevmirik Allah üçün, bir bədən kimi deyilik və yaxud da ola bilər ki, Allahın bir imtihanıdır, necə ki, Peyğəmbərlərə elə bir sıxıntı, elə bir aclıq, elə bir xəstəlik üz verirdi bəzən ki, onlar deyirlər ki, Allahın yardımı haçan gələcək? Allah s.ə. deyir ki, həqiqətən Allahın yardımı yaxındır. Sadəcə səbirli olmalı. Allah hər şey görür. Hər şeydən xəbəri var. Hər şeydən. Hər kəsin nə etdiyindən bilir. Hətta gecə vaxtı hansı planları kimlərlə qurur, olan hamısının xəbəri var. Ona insan, müsəlman gərək özünə qarşı diqqətli olsun, müsəlmanlara qarşı dilini, qəlbini qorusun, müsəlmana, qardaşına qarşı qəlbində kin, küdurət, həsəd, paxıllıq, yaxud da hilə olmasın. Vallahi, yəni Allah son gecəsi üzə çıxaracaq. Ona görə insan gərək müsəlman qardaşlarına qarşı, Allaha qarşı səmimi olsun. Və həmçinin də Allahın qüvvətinin, qüdrətinin nişanələrindən nədir? Allah subhanətələ zalimlardan intiqam alması və onları imkan yaratmaması ki, yəni o zülümlərini artıra bilsinlər və həmçinin də onların cəzalarını verməsi, bəlalar göndərməsi onlara. Allah sonra deyir ki, kədəbi əli fir'aunə vəlləzinə min qablihim kəfəru bi əyətilləhi fəəxəzəhumullah bi zunubihim. Allah subhanətə Allah, yəni Firon ayəsi misal çəkir ki, onlar və onlardan, yəni qabaqçılar, onlar deyir, Allahın ayələrinə küfr etdilər və Allah subhanətə Allah onları günahlarına görə cəzalandırdı. Həqiqətən Allah subhanətə Allah şiddətli əzab verəndir və qüvvətlidir. Başqa ayda Allah sonra deyir ki, əvələm yəsiru fil ərdi fən yənzuru keyfə kənə əqibətul ləzinə kənu min qablihim kənu hum əşəddə minhum quvvətən və əsərən fil ərdi fəəxəzəhumullah bi zunubihim وما كان لهم من الله من واق ذلك بأنهم كانت تأتيهم رسلهم بالبينات فكفروا فأخذهم الله إنه قوي شديد العقاب. Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar bundan, yəni bu təkcə gəzib dolaşmaqla deyil, alimlər deyirlər ki, burada gəzib dolaşmaq kimin imkanı varsa əyaqlandır. Yəni, əyaqla gəzəndə də, necə Peyğəmbər keçib də, hansı qövmün bəlayı gəlmiş qövmün xarabalığından keçib. Orada çatanda sahabələr deyir ki, tez keçin buradan. Bura Allahın bəla gəldiyi yerdir. Ona görə də sünnədəndir ki, əgər Allahın bəla verdiyi bir qövmün içindən keçirsənsə, oradan tez keçib getməlisən. Allah qorusun. Yəni ki, ora Allahın bəla verdiyi, Allahın qəzəbə uğratdığı bir qövmün yeridir. Və bir də var, seyr etmək, gəzmək nədir? Qəlblə. İnsan Quran oxuyanda, Peyğəmbərlərin qissələrini oxuyanda görür ki, Allah subhanətələ bizdən qabaqkiləri, yəni ki, heç birini köməksiz qoymayıb və zalimların hamısında məhv edib. Hamısında, yəni ki, xüsuruna uğradı. Və həmçinin Allah subhanətələ deyir ki, bu ona görədir ki, onlar elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda onları inkar etdilər. Odur ki, Allah onları əzabla yaxaladı və həqiqətən o qüvvətlidir, cəzası da şiddətlidir. Və həmçinin Allah burada misal çəkir ki, onlar qüvvətli idilər, sizdən güclü idilər, lakin Allah subhanətə Allah onları məhv edir. Hansı qövmlər olub ki, onlar qayaları yarıb, orada evlər tikirlər, hətta bəzi qövmlər olub ki, onlar iri olublar. Allah subhanətə Allah hamısını məhv edib, yəni ki, Allah üçün, yəni ki, elə bir şey yoxdur ki,
belə deyək də, o Allahı aciz eləsin. Və həmçində Allahın qüvvətinin, qüdrətinin nişanələrindən nədir? Göyləri və yerdə olan hər bir şeyi saxlaması qüdrəti ilə, günəşi, ayı, kainatı, hər şey onun dəqiq əmri ilə, dəqiq qanunları ilə idarə olunur və heç bir şey onun əmrindən çıxmır. Günəşi ram eləyib, ayı ram eləyib, buludları ram eləyib insanlar üçün. Halbuki onlar yer üzünü məhv eləməyə qadir olan bir məxluqlardır. Yəni istiliyi günəşin görün necədir. Külək, Allah Subhanahu elə qövmlər var ki, küləklə məhv eləyib onları, yağışlarla, suyla məhv eləyib onları. Baxın da biz televizorda görürük, Ərdənqulu, yəni mediada görürük ki, necə sellər gəlir, necə zəlzələlər gəlir. Bunlar adi şey deyil. Yəni biz elə bilirik ki, adidir bu. Bəzən elmlə bunu izah edirlər ki, nə bilim, filan qaz yerin altında qaz nəm kütləsi, o bir qaz kütləsində zəlzələ olur. Yəni bunlar səbəblərdir. Yəni ki, Allah Subhanahu taala istəsə o da olmaz və yaxud da istəsə hər yerdə belə şeylər olar. Ona görə də insan gərək Allahdan qorxsun. Bir balaca zəlzələ olaraq görsən ki, insanlar panikaya düşürlər, qaçırlar. Hara qaçacaqsan? Allahın əzabı gələndə bir qövmə insan hara qaça bilər ki? Allah qorusun. Yəni bu yaxınlarda Allah günahlarını bağışlasın, Allah Türkiyə xalqına yardım eləsin. Yəni ki, baxın Türkiyədə nə oldu? Yəni, birdən-bir neçə min insan dünyasını dəyişdi. Yəni, onların hər birinin gecə yatanda arzuları var idi. Biri səhər-səhər dükanında arzusu var idi ki, dükanında bunu eləyəcəm. Biri deyirdi ki, sabah uşağıma filan yeməyə pişirəcəm. Hər kəsənin o 50 min, 60 bin insanın arzusu var idi. Amma görürsən, hətta orada elə insan oldu deyir, bütün sülaləsi kəsildi deyir. Ailəsi qarşılığı yox oldu deyir. Yəni, Allahın əzabı şiddətlidir. Və Allah Subhanahu taala hələ elə qövmlər var ki, onlara dəymir. Azğınlıqlarını artırmaq üçün onlara imkan yaradır. Onları dəhşətli günə saxlayır. Onlar o gün, o şiddətli gündə qaça bilməsinlər heç yana. Çünki bəzən bəlalar gəndə insan tövbə eləyir, tövbəyə qayıdır. Ona görə də Allah qorusun, yəni ki, Allahın hər kəsin cəzasını seçməyi onun hikmətindəndir. Və həmçində Allahın, deməli, qüdrətin nişanələrindəndir ki, o ruzu verir. Allahu latifun bi ibadihi yarzuqu men yəşə və huvel qaviyyul aziz. Allah qullarına qarşı lütfkardır, o istədiyinə ruzu verir, istədiyinin ruzusunu verir və o qüdrətlidir və qüvvətlidir. Ruzu nədir? Ruzu təkcə, yəni ki, bəzilərlə başa düşür ki, ruzu yemək içməkdir. Xeyr, ruzu insanına verilən hər bir şey ruzudur. İstər sağlamlıq, istər elm, istər hidayət. Ona görə alimlər deyirlər ki, ruzu iki cürdür. Ruzu iki cürdür. Bir var ümumi ruzu, bu kafirə də verilir, Allahın sevdiyinə, sevmədiyinə də verilir. Bir var xüsusi ruzu, bu Allahın dostlarına verilir. Sevdiyi qullarına, möminlərə verilir, o da hidayətdir. Qəlbin ruzusudur, iman ruzusu. Və Allah kimi onu müvəffəq edibsə, o sevinsin. Ondan böyük ruzu yoxdur insan üçün. Bir də var ümumi ruzu, Allah hər kəsin ruzusunu verir. Zəifin də, acizin də. Ruzu ağılla olsaydı, dəlinin ruzusu olmazdı. Ruzu güclə olsaydı, uşağın ruzusu olmazdı. Hər kəsin ruzusu var. Yəni, heyvanın da, gəzə bilmən heyvanlar var ki, bir yerdə qalır, onların da ruzusu verilir. Quşlar ağızlarını açırlar, gözlə analarının üçün yemək gətirəcək. Onların da ruzusu verilir. Hər kəsin Allah Subhanahu taala ruzu verəndə, yəni ruzudan qorxmaq lazım deyil. Bu da Allahın, belə deyək də, ruzu verməsi onun qüdrətinin əlamətlərindəndir. Və bəzən də görürsən ki, Allah Subhanahu taala ruzunu vermir kiməsə, o da ölür. Yəni ki, ruzusu artıq yoxdursa, ona görə də deyərdilər ki, yəni, əgər bir insanın ruzusu gəlməyəcəksə, deməli, onun ölümü gələcək, əcəli gələcək. Yəni, ruzu verməyəcək, deməli, həyat ruzusu verməyəcək ona artıq. Onun həyatını kəsəcək Allah Subhanahu taala. Onunla qutaracaq. Və hətta Allah Subhanahu taala, deməli, yəni, ruzu elə bir şeydir ki, yəni, insan bir tərəflə heç vaxt ruzunun, yəni, ruzudan və bir də ölümdən heç vaxt qorxmuyorlar. Əksinə bilirlər ki, onlar yəqinliklə gələcək. Və hətta Allah Subhanahu taala özü Quran-Kərimdə buyurur ki, əgər ruzu vermək payını Allah Subhanahu taala insanlara versəydi, onlar xəstlik eləyərdilər. Subhanallah. Allah sonra gör nə deyir? Deyir ki, əgər siz Rəbbinizin rəhmət xəzinələrini, yəni rəhmət xəzinələrini, ruzu xəzinələrini sahib olsaydınız, yenə də onun xərcləyib tükənməsindən qorxaraq xəstlik edərdiniz. Çünki insan xəsisdir. Subhanallah, Allahın ruzu xəzinələri insana verilsəydi, yenə də xəstlik eləyərdi ki, xərcləyərən birdən kəsilər, azalar. Subhanallah, yəni ki, amma mömin elə deyil. Mömin bilir ki, o xərclədikcə, yəni ki, belə deyək də, Allah da onun üçün artıracaq. Çünki insan zaten onun üçün malından xərcləyir. O sənə gələcək, səndən gedəcək. O xərclədiyin ya dünya üçündür, ya da Allah üçün. Və Allah üçün xərcləyirsənsə, Allah üçün onu çıxardıb verirsənsə, Allah da onun əvəzini verir sənə.
Və həmçində Allahın deməli qüvvətinin, qüdrətinin nişanələrindəndir ki, ondan qaçış yoxdur. Hara qaçırsan qaç, yenə də Allaha qayıtacaqsan. Ona görə də yatmaq zikrinə gəlir. Lə məlcə və lə məncə illə iləyh. Yəni ki, sığınacaq da, yəni onun əzabından xilas olmaq yeri də yalnız onadır. Ondan qaçmaq mümkün deyil. Allah sonra ki, və lə yəhsəbənnəl-ləzinə kəfəru səbəbu. İnnəhum lə yu'cizun. Kafirlər canlarını əzabdan qurtara biləcəklərini əsla zənn etməsinlər. Çünki onlar Allahdan qaçıb yaxa qurtara bilməzlər. Nə qədər zənn eləsinlər, mümkün deyil. Allah hər şeyin xəbəri var. Allah o şiddətli əzabı onlara verəcək. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm Bədir döyüşündə o ki, kafirlərin meyitləri o Bədir quyularına atılmışdı. Gəlirdi, yanır onların başının üstündə. Deyir ki, gördünüz, mən sizə deyirdim, Allahın əzabı şiddətlidir. Ömər radiyallahu ki, ey Allah, Allah səni eşidir. Deyir, bəli, daha yaxşı eşidirlər. Allah sonra onun əzabı göstərirdi. Deyir, mən sizə deyirdim, axı siz şiddətli əzab olacaqsınız için. Öyle Allah subhanahu ta'ala hikmətindəndir ki, əzabı göstərmir. Əzabı göstərsə, yəni ki, o dəhşətli bir şeydir. Allah qorusun. Allah subhanahu ta'ala Quran-ı Kərimdə deyir ki, وَلَوْ تَرَى إِذْ يَتَوَفَّى الَّذِينَ كَفَرُوا الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُم وَذُوقُوا الْعَذَابَ الْحَرِيقَ. Peyğəmbər ki, kaş ki deyir kafirlər, kaş ki sən deyir, mələklərin, kafirlərin canını aldıqları zaman onların üzlərinə və yanlarına necə vurduğunu görəydin. Necə canlarını alanda elə vurur onları. Yəni, biz burası görmürük onu. Allah subhanahu ta'ala onu göstərsə, insanlar imanın onda önəmi qalmaz. Hidayət olar hamısı qorxar. Sadəcə Allah subhanahu ta'ala xəbər verir ki, inanın, bir gün görəcəksiniz. Ona görə də qiyamət günü onlar gördükləri zaman və yaxud da ölüm ayağında gördükləri zaman nə deyirlər? Biz iman etdik. Biz artıq görürük axı ölüm mələyini, dəhşətli. Onun ruhunu çıxarır, cəhənnəmdən gələn mələyi verir, mələklərə verir, təhvil verir. Onda deyirlər iman gətirdik, onda da ölüm ayağında bilirsiniz ki, tövbə qəbul deyil. Artıq o iman artıq nəyə çevrilir? Təsdiq olur artıq. Allahın verdiyi vəd təsdiqini tapır. Lakin möminlər isə onu imanı gətirirlər. Yəqinliklə bilirlər ki, bu şeylər baş verəcək. Hətta onlara ağır gəlsə də, onlara istehza eləsələr də, onlara dolasalar da, onlar bilirlər ki, qələbə onlarındır. Allahın vədi haqdır. Mütləq qələbə qazanacaqlar. Və biz bilirik ki, bizdən qabaqçılar da belə eləyiblər, belə imtihanlar olub və səbr eləməliyik. Allah da bizi uzaldacaq. Və həmçinin də Allahın qüvvətinin nişanələrindən də biri nədir? Deməli, Allah istədiyini eləyir və bu aləmdə elə bir hərəkət, elə bir sükut, elə bir ucalma, elə bir aşağı düşmə, elə bir izzətlənmə, elə bir zəll olma, elə bir vermə, mane olma, heç bir şey yoxdur ki, onun izni olmadan olsun. Hər şey o izin verir və o istədiyini eləyir, ona mane olan, ona qalib gələn bu şeylərdə heç kəs ola bilməz və o hər bir şeyə qalib gəlir və hər bir şey ona təslim olur. Allah subhanahu buyurur ki, Ələ ləhul xalqu vəl-əmr. Həqiqətən, yaratmaq da, əmr etmək də ona məxsusdur. Və başqa bir ayda Allah subhanahu buyurur ki, Mə yəftəhilləhu linnəsi min rəhmətin fələ mumsikə ləhə və mə yumsik fələ mursilə ləhu min bə'di və huvəl əzizül həkim. Allah insanlara bəxş etdiyi mərhəmətin qarşısını heç kəs ala bilməz, onun vermədiyi bir şeyi də ondan başqa heç kəs göndərə bilməz. O qüdrətlidir, hikmət sahibidir. Ona görə bu ad insanda imanına böyük təsir göstərməlidir. Sən bilsən ki, sənin Rəbbin qüdrətlidir, qavidir, mətindir, hər şey gücü çatır. Ona görə sən bu şey Rəbbini tanıdığın zaman bu adla daima səndə nə olmalıdır bu? Daima onun qabağında sınmalısan və onun üçün əyilməlisən və ondan qorxmalısan, ona sığınmalısan və ona gözəl şəkildə təvəkkül eləməlisən və onun əzəmətinə təslim olmalısan və bütün işləri ona həvalə eləməlisən və bilməlisən ki, yəni insanların əməllərini dəyişən də, çevirən də Allah subhanahu ta'aladır. Vallahi elədir. Vallahi insan, o zikir var, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Əbu Musa Əl-Əşər radiyallahu ya, Ya Abdəllah İbn-i Qeys sahabiyə deyir, Qul, la havlə və la quvvətə illə billəh. Bu zikri deyir, de. Fə innəhə min kunuzil cənnə. Deyir, o deyir, cənnətin xəzinələrindəndir.
Kim bu zikri həqiqətən, bax bu zikri qəlbinə salıb, bu zikri düzgün şəkildə başa düşüb yaşasa, vallahi Allah ona kifayət edir. Həvl nədir orada? Bilirsiniz həvl nədir? Hə? Həvlə nə deməkdir? Həvlə, yəni insan, yox, güc və qüvvət əslində belə deyil, əslində orada güc, həvl nədir orada? Yəni insanların əməllərini, məxluqatın əməllərini dəyişən Allahdır. Yəni Allah da istədiyi kimi dəyişən. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm başqa bir hədisdə buyurur ki, deməli İmam Əhməddən hədis gəlir ki, Əbu Zər radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm dostum mənə 7 şeyi əmr etdi və onları zikr edir, sonra deyir ki, və mənə dedi ki, bu zikri çoxaldım. La havle və la quvvətə illə billah. Deyir ki, həqiqətən bu, yəni ki, ərşin altında olan cənnət xəzinələrindəndir. Və bu kəlmə həqiqətən təslim olma və təslim etmə kəlməsidir. İnsanın işlərini Allaha həvalə etməsidir, ona sığınmasıdır və bilməlidir ki, yəni Allah Subhanahu taaladır, yəni ki, işləri idarə edən, işləri çevirən və bütün xeyirləri belə deyək də cəlb eləyən Allahdır və qulun asilikdən itaətə yönəlməsində, xəstəlikdən sağlamlıq tapmasında, zəiflikdən qüvvət tapmasında, kasıbçılıqdan var-dövlət qazanmasında hamısında Allahdır. O qüvvətin və o işləri çevirməyin qadir olan Allah Subhanahu taaladır. Ona görə insan gəlir bu kəlməni layiqincə başa düşsün və layiqincə dərk etsin. Vallahi, yəni insan başına bir çətin şey gəldiyi zaman deməlidir, la havlə və la quvvətə illə billah. Ya Rəbbi, sən işləri çevirən. Bir də görərsən ki, subhanallah, adi bir haldır. Yəni ki, insan həyatında baş verir belə şeylər. Görürsən ki, sən başqa bir planlar qurursan, başında başqa fikirlər qurursan. Görürsən, bunun əl olacaq fikirlərsən də. Amma Allah yadıma düşmür. Hər şeyi fikirlərsən bir an. Amma bir də görürsən ki, Allah səni elə utandırır ki, gedirsən o işin dalıyıza, o işi elə düzüb qoşur ki, sənin üçün heç gözləmədiyin bir şey baş verir orada. İnsan da utanır. Deyirsən, ya Rəbbi, subhanallah, mən elə kaş əvvəldən sənə təvəkkül eləyəydim. Yəni, o qədər belə şey vallahi olur. Yəni, görürsən ki, insan baxır maddiyyatına ki, mən bu maddiyyatla getsəm, yəni ki, çatmayacaq, çətin olacaq mənim üçün və yaxud da başqa bir şeylər, məsələn, hansısa bir zülm olunur insana. İnsan görür ki, subhanallah, həmin yerdə elə halı çevrilir ki, insanların ona qarşı. İnsan gözləmir. İnsan gözləmir, subhanallah. Onu da fikirlərsən ki, subhanallah, həqiqətən mən vaxtına görə Allaha təvəkkül eləyəydim. Allahdan vaxtında yardım. Çünki Allah da, onların da kəkli Allahın əlindədir, idarəçiliyi Allahın əlindədir. Heç kəs Allaha aciz eləyə bilməz. Əgər Allah sənə bu imtahanı seçibsə, deməli, sən Allaha düzgün şəkildə təvəkkül edirsən, Allah səni bu imtahandan başuca çıxaracaq. Mütləq səni qalib eləyəcək. Nə olur olsun. Ona görə səbirli olmalıdır. İmtahanlarda insan Allahdan küsməli deyil, Allah haqqında pislərini eləməli deyil. Əksinə bilməlidir ki, imtahanlarda onun üçün böyük mükafatlar var, xeyirlər var. Allah onun üçün seçibsə, Allah təvəkkül etsin və o mükafatı gözləyənə qədər səbr eləsin. Necə ki, dünyada da bu belətdə insan bir şeyi əldə eləmək üçün çətinliklərlə onu əldə eləyir də, uca zirvələrə çatmaq üçün. Allah da elədir. Cənnət asan yer deyil ki, cənnət Allah Subhanahu deyir ki, əgər sizdən qabaqçıların başına gəlməyənlər, sizin başınıza gəlməyəcək, cənnətimə girmək istəyirsiniz. Yəni onlara deyir, elə şiddətli xəstəliklər, elə şiddətli çətinliklər üz verdi ki, onlar nə dedilər? Allahın yardımı asan gələcək. Yəni, onları baxın, görün, təsəvvürlə bizdən qabaqçıları nə zülmlər eləyiblər, nə o Fironun qızının başını darayan qadın, o barədə danışmışam mən. Yəni, diri-diri bütün ailəsini odu için atırlar. Hətta sonuncu da uşağını atanda o istəyir ki, ürəyi dözmür, uşaq danışır orada. Allah orada gücləndirir onu. Dönmək istəyir uşağının o gözlərinə baxır, onun ağlarısına baxır. Dönmək istəyir, Allah gücləndirir onu, deyir, səbr elə, uşaq deyir, ana səbr elə. Narahat olma, səbr elə. Fikir ver, dönə bilərdi orada insan, anadır da, ana ürəyidir. Yəni, deyir, səbr elə ana. Və Peyğəmbər sən Meyraca gedəndə gör ki, dəhşətli iyi gəlir. Dəhşətli iyi gəlir, gözəl bir, deyir ki, o qadının qəbrindən gələn iyir, onun ailəsinin. Və qadın deyir ki, xahiş edirəm, Firona deyir ki, məni bastıranda ailəmlə bastırırsa olmasa. Deyir, onun yerinə yetirərik. Təsəvvürlə, bizdən qabaqlar görürsən, nələri eləyiblər, nə zülm eləyiblər. Amma biz rahatıq. Yəni, biz oturmuşuq. Yəni ki, biz istədiyimiz şey dəvət apara bilirik rahatlıqla. Düzdür, bəzi çətinliklər olur, bu çətinlik olmalıdır da. Bəs nə olmalıdır? Hamı tövhid əhli olsa, hamı iman əhli olsa, nə oldu ki? Ona görə yəni səbirli olmaq lazım. Aydındır. Allahımız qavidir, mətindir. Allah bizi haqqı ilə ona təvəkkül edən qullarını eləsin. Bizdən Allah bilir. Və sallallahu aleyhi və səlləm Muhammedin və alə alihi və sahbihi ecmaîn.